Mən ellərimə qurban olum. Əgər siz olmasaydınız, vallahi mən nə buta olardım, nə də şahid. Elimin yaxşı olanlarına, ağsaqqallarına, analarına, sonalarına qurban olum. Zəlimxan bir kitabı çıxmışdı, birinci kitabı, Yolum eldən başlayır. Bəli, hər kəs ki yolu eldən başlamayır, hər kəs ki el ocağından köz almayır, isinmirsə da, o heç adam olarım. Hamınıza qurban olsun bu tanın canım. Mən həyatda o qədər kəlmə keçdi yollar keçmişəm, o qədər çətinliklər görmüşəm. Amma Allahımdan o qədər razıyam, heç vaxt məni sındırmayıb kiminsə qarşısında. Mənim elimin oğulları var ki, adını çəkməyə də qoyulur. Mənə elə hürmət edir. Təkcə Borçalı deyil, Naxçıvanlıdır, Göyçəlidir, Kəlbəcəlidir. Zonaların hamısından Allah saxlasın. Əllərim göylərdə duaçısıyam xalqımın ki, belə oğulları, belə mərfətli adamlar yaradır. Allah'a çox şükür ki, mən bu torpağın evladı olmuşam. Sən mənim bu dünyada yerim göyüm Azərbaycan. Dəli kürüm, xan arazım, göyçə gülüm Azərbaycan. Yolum izim oda sarı, ateşgahım oda sarı, od ölkəmin od hasarı, ömrüm gülüm Azərbaycan. Aldın gedən torpaqları, yandırdın gül çıraqları, ellərə həsrət dağları, gülər görüm Azərbaycan, rahat ölüm Azərbaycan. Çox şükür ki o gün gördük, biz qalib ölkənin qalib evlatlarıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, canınız sağ olsun. Yenə deyirəm, hər birinizə uta qurban olsun, qızıl kimi vaxtınızı ayırıb gəlirsiniz. Bax, mənə olan hörmətlə yaşanacaq, bəli. Bəx, mənim nəvəm də dedi ki, sənin qəm çəkməyə haqqın yoxdur. Qəmin öz yeri var, dəmin də öz yeri var, ancaq ellərimə qurban olun. Mən qədir bilən oğullara, qədir bilən xalqıma qurban olun. Çörək kəsib dost dediyin ha qardaşım, borçalısa kimliyini soruşma. Sözün varsa de üzünə mərdana, dözə bilməz arxasınca danışma. Heyrət şaşar, heyrətindən bu elin, qeyrət yağar, qeyrətindən bu elin. Söhbət düşsə qiymətindən bu elin, uduzarsan, vallah, billah, yarışma. Xain kəmandar dəli kürlə yarışar, bəy saraşdım, asta-dastan danışa, şan düyədən ilpar gülə qarışa, yolun düşsə baş keçiddən, yol açma. Memboz ata, qax yurt yeri yaylağa, yolda səni çiçək vuran nur yağa, səhər tezdən qat balığı ye qaymağa, sonrasından işimiz yoxdur, qarışma. Borçalı deyil, dağı daşı dolaşma. Bəlkə sən də sağ olun, hamınıza bir Çox sağ olaydıqsa, mən burada bizim hörmətli idarə heyətinin üzvləri Eldar müəllim burada əyləşib, Salman Murğuzlu buradadır. Gözəl bizim Borçalı cəmiyyətində həmişə əməyi olan böyük alimimiz İlxan Məmmədli, Allah rəhmət eləsin. Onun ruhu bax bugün burada dolaşır. Allah sizə can sağlığı versin. Saadət Quta sevərlər, Saadət Qutanı bu günləri dəyərləndirib bura gələn hər bir kəsə mən də öz adımla təşəkkür edirəm. Çünki Saadət Quta ellər anasıdır. Mən bayaq da dedim, baxın bu ağ kəlağay başında onun üzünün ağlığıdır. Bu adam övlad böyüdü, övladlar böyüdü, şeir yazıb, ömrünü ədəbiyyata əsr eləyib. Bu hər qadına belə yaxın gələn bir iş deyil. Saadət Quta o qədər böyük bir ürəkli şairdir ki, mən Saadət Qutanı hər bir vaxt özümə böyük bacı saymışam. Hər bir vaxt ölənə qədər də, necə ki Zəlimxan hər zaman onun
qulluğundaydı. Allah onları qəni-qəni rəhmət eləsin. Zəlimxandan sonra da mən nə qədər yaşayacağım, Saadət Qutanın qulluğunda olacağım. Çünki Həsən Mirzə, Dədə Cəmal, elə bir insanlar Saadət Qutanın qədir qiymətini bilib ki, bax, indi mən dillə deyiləsi döyünə də sayılıb qutaran deyil. Çox sağ olun. Təşəkkür edirəm.